Bu kitabı mütləq oxumalısınız. Salam hörmətli dinləyicilər. Bugün sizinlə Coşqun Kərimovun Danış Görək adlı kitabı haqqında danışacağam. İşgüzar ədəbiyyat üzrə mütəxəssis bloger Sərxan Rüstəmovun növbəti tövsiyəsi. Bu kitab təsirli nitqin 10 qaydası haqqındadır. Kitabın müəllifi Coşqun Kərimov yazıçı və natiqlik üzrə koçdur. Bu kitabda nələr var? Nitqimizin mahiyyəti nədir? Vaxtın idarə edilməsi əzələsi, məzmunun idarə edilməsi əzələsi, enerjinin idarə edilməsi, vizuallarla iş. Təsirli danışmaq istedaddır, yoxsa sonradan yiyələnə biləcəyimiz bacarıqdır. Bu işin kəsə yolu yoxdur, deyir Coşqun Kərimov. Düşünməyin ki, kitabı oxuyub 3 gün sonra Neo kimi mən kung funu öyrəndim deyə biləcəksiniz. Bu başdan deyim ki, eyni ilə idman zalında olduğu kimi məşqlərlə nitqinizi daha təsir etmək asan olmayacaq. Yəni, başdan müəllif bildirir ki, bu işə başladınızsa, biraz əziyyət çəkməyə, bu işə davamlı olmağa, mütəmadi üzərində çalışmağa hazırlıqlı olmalısınız və onu da qeyd edeyim ki, kitabda çox maraqlı üsullar və metodlar var və kitabın üstün tərəfi ondan ibarətdir ki, yerli mütəxəssisdir və öz təcrübələrini bizimlə bölüşür. Birisi günümüzdə iş həyatında olsun, dost əhatəsində olsun, şəxsi həyatda olsun, danışmaq, fikrinizi ifadə etmək çox önəmli məqamlardan birisidir və düşünürəm ki, bu kitab çox faydalı olacaq sizə. Faktlarla danışmaq əvəzinə sadəcə şəxsi fikrinizi söyləsəniz, sizə olan etibarın azaldığını hiss edəcəksiniz. Fikrimizi, ideyamızı və ya hər hansı mesajı effektiv şəkildə qarşı tərəfə çatdırmaq ləzzətli bir yeməyi hazırlamağa bənzəyir. Unudulmaz yeməkləri hazırlaya bilmək üçün 3-5 il vaxt sərf etmək tələb olunur. Ona görə də düşünməyin ki, 2-3 günə 1-2 kitab oxumaqla dünya səviyyəli natiqə çevirəcəksiniz. İdeal nitq nədir? İdeal nitqin sadə və güclü mesajı var. Mesaj gözəl nümunələrlə, statlarla və hekayələrlə quraşdırılıb. Müasir dünyada təqdim etdiyimiz çıxışların iş prinsipinin əsasında 3 mühüm istiqamət dayanır. Məlumat ötürmək, enerji ötürmək və hərəkətə çağırmaq. Nitqdən əldə etmək istədiyiniz nəticəni düzgün şəkildə müəyyənləşdirin. Ümumi şəkildə danışmaq əvəzinə xüsusi bir məqama toxunun. Natiqlərə məxsus olan 4 əzələni inkişaf etdirin. Nitqinizə sual, hekayə və ya fakt ilə başlayın. Dəniz fənəri texnikasından istifadə edərək göz təması qurun. Mifoloji bənzətmələrə və hekayələrə müraciət edin. Psixoloji temperamentləri araşdırın və onlara xitab etməyi öyrənin. Əsas fikir müəyyənləşdirib, onu bir cümlə ilə ifadə etməyi bacarın. Və ən maraqlı məqamlardan birisi, 2 əsr bundan əvvəl yaşamış insanlar kimi məktublar yazın. Müəllif qeyd edir ki, məktub yazmaq, ümumiyyətlə hər hansı bir mövzuda əllə yazı yazmaq insan nitqində inkişafına kömək edir. Çıxışınızı ruhlandıran fikirlə, statla və ya sloqanla bitirin. Əgər qurduğunuz cümlənin içində rəqəm yoxdursa, həmin cümlənin hədəfə çevrilmə ehtimalı sıfırdır. Natiqlik və ünsiyyət dünyasında düzgün qidalanmaq necə olur? Əlbəttə ki, bir nömrəli qida mənbəyi kitablar və filmlərdir. 7-70 prinsipi. Qurduğunuz hər hansı cümləni 7 yaşından 70 yaşınadək hər kəs eyni anda başa düşə bilərmi? Çıxışın ən vacib hissəsi hələ heç nə demədən öncə verdiyiniz 3-4 saniyəlik fasilə və vacib mesajı ötürən zaman etdiyiniz 2-3 saniyəlik pauzadır. Məhz bu kiçik zaman dilimində auditoriya ilə aranızda güclü enerji mübadiləsi baş verir. Səhnəyə çıxan kimi danışmağa vacib məqamı vurğulayan zaman növbəti cümləyə və ya fikrə keçid etməyə tələsməyin. Bu kitabın üstün cəhətlərindən birisi odur ki, bu kitabda çoxlu video nümunələri var. Məşhur nitqlərdən, TEDx nitqlərindən və çıxışlardan nitqlər var və həmin nitqlər kitabda QR kodla yerləşdirilib. Yəni siz telefonunuzla həmin QR kodu oxudaraq videoya keçə bilirsiniz birbaşa. Natiqlik dünyasının 3 müşketyorunu sadalayır müəllif. Bunlar nələrdir? 1. Sual soruşmaq, 2. Hekayə danışmaq, 3. Fakt və ya statistika paylaşmaq. İstənilən filmi, istənilən kitabı bir sualla ifadə etməyi bacarırsınızsa, bu deməkdir ki, gələcəkdəki istənilən çıxışınızı effektiv şəkildə başlaya biləcəksiniz. Biz hər hansı çıxışa qulaq asarkən nitqin sonlarına doğru deyilmiş məlumatların 50%-ni unuduruq. Hətta həmin həftə ərzində eşitdiyimiz məlumatların 75%-ni unutmuş oluruq. Natiqlik bacarığını mənimsəmək istəyən insan anlamalıdır ki, bu işə onun ən azı 5-7 ili gedəcək. Bu müddətin belə uzun olmasının səbəbi isə insanın hekayələr toplaması ilə
bağlı məcburiyyətdir. Auditoriya bizdən 4 şey istəyir. 1. Faydalı məlumat qazanmaq. 2. Məlumatı əylənərək əldə etmək. 3. Natiqdən və danışdıqlarından ruhlanmaq. 4. Suallarına cavab, həll yolu tapmaq. Biz bildiyimiz qədər deyil, izah edə bildiyimiz qədər varıq. 2 əsr bundan əvvəl yaşamış insanlar kimi məktublar yazın. Bir daha müəllif vurğulayır. Timer, kağız və siz dostlaşa bilsəniz, 3 ay sonra nitqinizdəki fərqi aydın şəkildə hiss edəcəksiniz. Bu dəfə biz sizinlə Coşqun Kərimovun Danış Görək təsirli nitqin 10 qaydası haqqında danışdıq. Mən əminəm ki, öz nitqini inkişaf etdirmək istəyən, auditoriya qarşısında çıxış edən hər bir şəxsin oxumalı olduğu və oxuyarsa faydalanacağı bir kitabdır. Bugünlük bu qədər. Növbəti kitablarda görüşmək ümidi ilə.